Hal-hazırda biz qartalımızın ilk sınaq uçuşlarını həyata keçiririk. Həqiqətən də çox bəyəndim və havada yaxşı süzür və çox gözəl bir görüntü alınır. Düzdür, biz insanlar üçün xoş görüntü olsa da, amma biz istəməzdik quşlar üçün də belə xoş görüntü olsun. Biz istəyirik ki, onlar əksinə qorxsun. Çərpələngdən istifadə edərkən əsas fikir verməli olduğumuz nüanslar var. Bunlardan birincisi çərpələngi bağlayacağımız dirəyin kifayət qədər hündür olmasıdır. Ona görə ki, nə qədər hündürlükdə çərpələng olsa, o qədər də hava axını vasitəsilə onun göydə olması ehtimalı çoxalacaqdır. Çünki hava axını daha yuxarılarda, yəni daha yüksəklikdə daha çox olur. Növbəti fikir verməli məqam isə çərpələngi bağlayacağımız dirəyin kifayət qədər, əgər bu ağac olacaqsa kifayət qədər hamar olmasıdır. Əgər hamar olmazsa, çərpələngin ipi bu nahamar dirəyə, ağaca ilişəcəkdir və çərpələng göyə qalxa bilməyəcək. Növbəti fikir verməli olduğumuz məqam isə çərpələngi birbaşa dirəyə bağlamaq yox, həmin dirəyə fırlanan bir mexanizm, yəni öz oxu ətrafında fırlanan bir mexanizm bağlanaraq ona çərpələngin bağlanması.